Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Əziz izləyicilər, qarşıdan gələn Qurban Bayramı ərəfəsində pensiya, müavinət və digər sosial ödənişlərlə bağlı vətəndaşları maraqlandıran məsələyə rəsmi şəkildə aydınlıq gətirilib. Son günlərdə sosial şəbəkələrdə və müxtəlif platformalarda ən çox verilən suallardan biri məhz ödənişlərin bayramdan əvvəl tam şəkildə verilməyəcəyi ilə bağlı idi. Xüsusilə də bayram günlərinin ayın sonlarına təsadüf etməsi insanlarda müəyyən narahatlıq yaratmışdı. Bir çox vətəndaş düşünürdü ki, ödəniş tarixlərində dəyişiklik edilə və vəsaitlər daha erkən köçürülə bilər. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi açıqlama verilib. Nazirliyin məlumatına əsasən Qurban Bayramı günləri ilə əlaqədar pensiya, sosial müavinət və təqaüdlərin ödəniş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmur. Bildirilib ki, ölkə üzrə bütün sosial ödənişlərin çatdırılması prosesi onsuz da hər ayın 27-ci gününə qədər tam şəkildə yekunlaşdırılır. Bu səbəbdən əlavə qərarın qəbul edilməsinə və ödənişlərin daha əvvəl köçürülməsinə ehtiyac yaranmır. Rəsmi açıqlamada qeyd olunur ki, vətəndaşlar pensiyalarını və digər sosial ödənişlərini əvvəlki aylarda olduğu kimi yenə də müəyyən edilmiş qrafik əsasında əldə edəcəklər. Yəni ödənişlər gecikməyəcək və hər kəs vəsaitini bayram günlərinə qədər ala biləcək. Azirlik vətəndaşları əsassız məlumatlara inanmamağa və yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb. Qeyd edək ki, son illərdə ölkədə sosial ödəniş sisteminin elektronlaşdırılması və bank xidmətlərinin genişləndirilməsi nəticəsində vətəndaşların ödənişləri daha sürətli və rahat şəkildə əldə etməsi mümkün olub. Hazırda pensiya və müavinətlərin böyük hissəsi bank kartları vasitəsilə ödənilir və bu da prosesin operativ həyata keçirilməsinə imkan yaradır. Xüsusilə bayram günləri ərəfəsində insanların bankomatlarda sıxlıq yaşamaması üçün ödənişlərin mərhələli şəkildə tamamlanması həyata keçirilir. Ekspertlər bildirirlər ki, sosial ödənişlərin vaxtında çatdırılması həm vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması, həm də bayram hazırlıqları baxımından mühüm əhəmiyyət daşıyır. Qurban Bayramı ailələrin bir araya gəldiyi insanlar arasında paylaşmanın və yardımlaşmanın artdığı xüsusi günlərdən biri hesab olunur. Buna görə də vətəndaşlar üçün pensiya və müavinətlərin vaxtında ödənilməsi böyük önəm daşıyır. Hazırda ölkədə yüz minlərlə insan pensiya, sosial müavinət və müxtəlif təqaüd proqramlarından yararlanır. Dövlət tərəfindən həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri də həssas əhali qruplarının maddi rifahını qorumaq və onların sosial təminatını gücləndirməkdir. Son dövrlərdə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra addımların atılması da vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Bəzi vətəndaşlar bayram günləri ilə əlaqədar ödənişlərin daha erkən veriləcəyini gözləsə də rəsmi qurum bildirir ki, mövcud qrafik tam şəkildə kifayət edir. Çünki bütün ödənişlər onsuz da bayramdan əvvəl yekunlaşır və əlavə dəyişiklik edilməsinə ehtiyac qalmır. Bu isə o deməkdir ki, insanlar öz vəsaitlərini adi qaydada əldə edə və bayram hazırlıqlarını rahat şəkildə görə biləcəklər. Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, ödəniş tarifləri ilə bağlı məlumatları yalnız rəsmi dövlət qurumlarının açıqlamalarından izləsinlər. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş xəbərlər insanlarda çaşqınlıq yarada bilər. Ən doğru məlumat mənbəyi isə aidiyyəti dövlət qurumlarının rəsmi açıqlamaları hesab olunur. Beləliklə, Qurban Bayramı ərəfəsində pensiya, müavinət və digər sosial ödənişlərlə bağlı əsas məsələ artıq tam şəkildə aydınlaşıb. Bəs məlumata görə ödənişlər əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həyata keçiriləcək və bütün proses ayın 27-ci gününədək tamamlanacaq. Bu səbəbdən vətəndaşların narahat olmasına əsas yoxdur. İnsanlar vəsaitlərini vaxtında əldə edəcək və bayram günlərini rahat şəkildə qarşılaya biləcəklər.